imamların sədrlərinə çox gözəl bir şərait yaratdı. Birinci və yaxud da Hidayət Hocamın dövrü. Bu nətər olur fikrini sənə? Bu günləri Kürdəmir şəhərində, İmam Rıza məscidində beynəlxalq tolerantlıq gününə həsr olunmuş yığıncaq keçirdik. Yığıncaqda həm Kürdəmir rayonunun dindarları, dini icma sədrləri, axotlar, imamlar, eyni zamanda Ağsu rayonunun, qonşu Ağsu rayonunun da dindarları, imamları, icma sədrləri bu yığıncaqda iştirak etdilər. Əsas bu yığıncağın keçirilməsindən məqsəd tarixən Azərbaycan millətində formalaşmış bu insanpərvərlik, bu başqa dinlərə dözümlülük, başqa millətlərə qarşı yüksək münasibətin olması bizə, bizim əcdadlarımızdan gəlir. Bizim canımızda, qanımızda bu tolerantlıq, bu Azərbaycan millətinin qədimdən canında, qanında mövcuddur. Eyni zamanda bu tədbirlər Respublikanın hər yerində olduğu kimi Şirvan bölgəsində də keçirilir. Ayın bu 2 gün, 3 gün bundan əvvəl Qəbələ şəhərində bunun böyük bir toplantısı təşkil olunmuş. Həmin toplantıda Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, eyni zamanda həmin rayonun deputatı Fəttah Heydarov və bütün o bölgəyə daxil olan, yaxında olan bütün konfessiyalara aid olan icmalar iştirak ediblər. Məqsəd burada yalnız bir şey, Azərbaycanda sabitliyin qorunması, saxlanılması, necə ki bu günləri sabitlik var, o qorunur, saxlanılır. Gələcəkdə də bunu Azərbaycanda davam elətdirmək. Yəni, bu millətin özünə xas olan xüsusiyyətləri gələcək nəsillərə ötürmək əsas məqsədimizdir. Dinc yanaşı yaşamaq prinsipi. Bilirsiniz ki, ölkəmizin prezidenti bu işdə çox böyük zəhmətlər çəkir. Bütün dindar kontingent də prezidentimizin bu işindən, bu əməlindən çox razıdır. Öz minnətdarlığını bildirirlər. Allah razı olsun. Hal-hazırda bu işlərlə bağlı nə kimi işlər gedir? Bununla bağlı ictimaiyyət arasında böyük maarifləndirmə işləri görülür. Eyni zamanda bütün yerlərdə tədbirlər keçirilir. Eyni zamanda bu Dövlət Komitəsində, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsində bu dini dözümlülüklə bağlı yüksək tədbirlər keçirilir. Yəni, Respublikanın hər yerində bu sahədə böyük işlər görülməkdədir.